İstənilən şəxs Azərbaycanda istədiyi şeyi istədiyi qiymətə sata bilər. Yeni ildən etibarən dollar manat qarşısında dəyər itirə bilər. Təbii ki, güzəşt ləğv olunursa qiymət artacaq və bunun işarələrini indidən görmək mümkündür. Burada dəqiq bir şey demək olar. Manat heç vaxt daha kəskin qiymət artımını, yəni avtomobil qiymətlərinin artımını görə bilər. Bazarda oyunçu sayının az olması qiymətin artmasına təsir edir. Mart-aprel ayından sonra bazarda süni qiymət artımı baş verir topdan satış bazarında. Ərzaq məhsullarına da 18% əlavə dəyər vergisinin tətbiq olunması satışda doğru deyil. 2026-cı ildən benzinin qiyməti Azərbaycanda bahalaşa bilərmi? Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Künc bucaqdasınız. Künc bucağın bu dəfəki qonağı Real Partiyasının sədri Natiq bəy Cəfərlidir. Natiq bəy, xoş gördük. Xoş gördük. Natiq bəy, qarşıdan yeni il gəlir və yeni il ərəfəsində artıq sosial şəbəkələrin Azərbaycan segmentində bir çoxları süni qiymət artımlarından danışırlar və süni qiymət artımların get-gedə daha da artma ehtimalı vurğulanır. Sizdən soruşmaq istəyirik ki, buna rəvac verən hansı amillərdir? Ümumiyyətlə, yeni il ərəfəsində marketlərdə, mağazalarda süni qiymət artımlarını görəcəyikmi? Gəlin onda anlayışları əvvəlcədən müəyyənləşdirək. Bazar iqtisadiyyatı şəraitində yaşayırıqsa, süni qiymət artımı mümkün deyil. Yəni, süni qiymət artımı dövlət tərəfindən tənzimlənən qiymətlərin süni şəkildə bazarda artırılması anlayışına daxildir. Məsələn, benzini dövlət tənzimləyir, onun qiymətini indiki qiymətdə kimsə baha satırsa, bu süni qiymət artımıdır və bunun cinayət tərkibi var. Əgər söhbət ərzaq məhsullarının satışından gedirsə, burada dövlətin hansısa qiymət siyasəti yoxdur və doğru olan da odur əslində. Sovet vaxtı biz görmüşdük ki, dövlət qiyməti tənzimləyirdi, amma mağazalarda heç nə yox idi. Yəni, bu anlamda süni qiymət artımı baş verir ölkəyə gətirilən məhsulların topdan satış bazarında. Yəni, orada oyunçu sayı az olduğuna görə pərakəndə satışda 10 minlərlə mağaza var da, yəni çoxdur. Rəqabət var, şəbəkələr var, bir-biri ilə rəqabət apara bilirlər, kiçik məhəlli mağazalarda var. Yəni, pərakəndə satışda bir problem yoxdur. Əsas problem o topdan satışdadır. Çünki orada oyunçu sayı azdır, ölkəyə məhsul gətirən, böyük həcmli məhsul gətirən oyunçuların sayının az olması onların bazarda müəyyən qiymətləri diktə etməyə imkanı yaradır. Bununla bağlı isə anti-insar orqanları bununla bağlı ciddi tədbirlər görməlidirlər. Amma təəssüf ki, bizdə anti-insar orqanları daha çox pərakəndə satışla məşğul olurlar. Topdan satışla məşğul olmaq lazımdır ki, və qanunda da açıq şəkildə yazılıb, hansısa bir mal və xidmət növü üzrə bazarda 33%-dən çox paya malik olan şirkət varsa, bu təbii insarçı, yəni bu insarçı sayılır və buna qarşı anti-insar qanunları işə düşməlidir. Yəni bu məsələnin bir tərəfi. Yəni bazarda oyunçu sayının az olması topdan satış bazarında qiymətin artmasına təsir eləyir. Əsas problemlərdən biri də ölkənin özünü ərzaq məhsulları ilə təmin etməsində yaranan problemlərdir. Bizdə 25% daxili istehsaldır bazarda, 75% xaricdən gətirilən məhsullardır. Və istər-istəməz xaricdən gətirilən məhsulların payının bu qədər çox olması, logistika qiymətləri artarkən, hansısa bir problemlər yaşanarsa, xaricdəki qiymət artımları dalğavari şəkildə baş verərkən, istər-istəməz Azərbaycana da təsir göstərir və nəticə itibarilə Azərbaycanda da qiymət artımına səbəb olan əsas amilə çevrilir. Digər bir məsələ isə ondan ibarətdir ki, Azərbaycanda bəzi məhsul növləri üzrə, məsələn, əlavə dəyər vergisinin 18% olması doğru deyil. Məsələn, bir çox ölkələrdə, elə Türkiyədə, Gürcüstanda da olsun, əlavə dəyər vergisi əsnəkdir, kifayət qədər. Yəni, çox olanı da var, az olanı da var. Məhsul növünə asılı olaraq dəyişir. Amma bizdə standart olaraq 18%-dir. Və ərzaq məhsullarına da 18% əlavə dəyər vergisinin tətbiq olunması satışda doğru deyil. Məsələn, elə ərzaq məhsulları var ki, Azərbaycanda ümumiyyətlə istehsal olunmursa, onların əlavə dəyər vergisinə cəlb olunması doğru deyil və o da bazarda qiymət artımına səbəb olan amillərdən birinə çevrilir. Çünki bəzi ərzaq məhsullarının, bəzilərinin gömrük rüsumu yoxdur. Hökumət bununla bağlı kifayət qədər belə çevik qaydalar müəyyənləşdirilib. Məsələn, kərə yağda gömrük rüsumu yoxdur, amma ancaq əlavə dəyər vergisi var. Amma elə məhsullar var ki, ərzaq məhsulları, onların gömrük rüsumu da var. 15% gömrük rüsumu da verilir ölkəyə gətirilərkən. Yəni, ölkədə ərzaq məhsullarından asıllıq yüksəkdir
vergi və gömrük rüsumları da yüksəkdir, əsnək deyil, çevik deyil və nəticə etibarilə həm topdan satış bazarındakı inhisarçı meyllər, həm vergi gömrük siyasətindəki çevik olmamağımız nəticə etibarilə ərzaq qiymətlərinin artmasına səbəb olur. Amma yenə təkrarən buna süni qiymət artımı deyilməsi doğru deyil. Yəni süni qiymət artımı ancaq və ancaq nəzarət və dövlət tərəfindən tənzimlənən qiymətlərdə mümkündür. İstənilən şəxs Azərbaycanda pərakəndə satışda istənilən şəxs istədiyi şeyi istədiyi qiymətə sata bilər. Sadəcə niyə sata bilmir? İstədiyi qiymətə. Çünki rəqabət olmalıdır. Sən bir dükanda, məsələn, hansısa bir A məhsulunu 5 manata satırsansa, yanında başqa bir dükan açıb onu 4 manat 50 qəpiyə satmağa başlayanda sən məcbursan ki, qiyməti endirəsən. Yəni, istənilən halda bazarda rəqabət qiyməti tənzimləyən əsas məsələdir. Əgər bizdə bazar iqtisadiyyatıdırsa, o zaman rəqabətli mühit qiymətləri tənzimləyən əsas amil olmalıdır. Natiq müəllim, ümumiyyətlə qiymət artımı deyəndə ağla ilk olaraq neftin və benzinin qiymətinin bahalaşması gəlir. Soruşmaq istəyirik ki, yeni 2026-cı ildən benzinin qiyməti Azərbaycanda bahalaşa bilərmi? Bunun üçün hər hansı bir göstərici varmı? Bunu da proqnozlaşdırmaq çətindir, çünki bu dövlət tərəfindən tənzimlənir. İstənilən an qaldıra da bilərlər, hətta qiymətini sala da bilərlər. Yəni, onların əlindədir. Sadəcə bizdə çox təəssüf ki, ancaq qiymətin artması ilə bağlı qərarların olduğunu görmüşük. Gələn il benzin və yanacağın qiymətinin artması ilə bağlı heç bir buna əsas yoxdur. Əslində, əksinə olmalıdır. Çünki, məsələn, neftin qiyməti indi dünənki hərraclarda 58 dollara qədər ucuzlaşıb. Yəni, ucuzlaşan neft fonunda daxili bazarda neft məhsullarının qiymətini artırmaq doğru deyil. Yəni, məntiqlə olmamalıdır. Amma yenə təkrar edirəm, bu bazar iqtisadiyyatı qaydaları burada çalışmır. Burada ancaq Tarif Şurasının qərarları ilə neft məhsulları qiymətləri tənzimlənir. Amma mən ümid edirəm ki, buna getməzlər. Çünki, məsələn, biz indi yaxın bir neçə gündə xəbərlər eşidəcəyik və görəcəyik ki, qonşu ölkələrdə benzinin qiyməti düşür. Çünki dünya bazarında qiymət düşdükcə, Gürcüstanda, Türkiyədə, Qazaxıstanda və bir çox başqa ölkələrdə qiymətlərin enməsinin şahidi olacaq. Niyə? Çünki orada dövlət tənzimləmir. Orada bazar tənzimləyir və bazar iqtisadiyyatı qaydaları orada dünya bazarında neftin qiymətinə indeksləşdirilmiş bir daxili bazar siyasəti yürüdülür. Natiq bəy, yeni ildən etibarən ölkənin vergi sisteminin elektromobillərlə bağlı siyasəti də demək olar ki, dəyişəcək. Yəni, əvvəlki vergidən azad olma məsələsi aradan qalxır. Bu, maşın bazarına necə təsir göstərəcək? Tək elektromobillə bağlı deyil, həm də hibridlə də bağlı güzəştlər ləğv olunur. Hibrid və plaqyan dedikləri avtomobillərlə də bağlı güzəştlər ləğv olunur. Təbii ki, güzəşt ləğv olunursa qiymət artacaq və bunun işarələrini indidən görmək mümkündür. Mən bir neçə gün bundan qabaq rəsmi statistikaya baxdım. Bu xəbər çıxandan sonra oktyabr ayından bəri ölkəyə keçən ilin eyni dövrü ilə müqayisədə 30% daha çox avtomobil gətirilib. Yəni, bu nə deməkdir? İnsanlar bilirlər ki, yanvardan bahalaşacaq və artıq indidən daha çox sifariş verirlər. Daha çox həm bu işlə biznes kimi məşğul olanlar və də fərdi şəxslər. Kiminsə, məsələn, düşüncəsi var idi ki, gələn hansısa hibrid və yaxud da elektrik avtomobil alacaq. O, indidən sifariş verir ki, gələn il zaten bu daha başa gələcək. Ona görə də qiymətlərin gələn ilin həmən yox, yanvar ayından başlayaraq yox, təqribən mart, aprel ayından, çünki bugün gətirilən avtomobillər, yəni noyabr, dekabrda gətirilən avtomobillər yanvarda satışa çıxacaq. Onlar daha ucuz gəliblər. Amma ay irəlilədikcə, təqribən mart-aprel ayından sonra bazarda daha kəskin qiymət artımını, yəni avtomobil qiymətlərinin artımını görə bilərik. İnsanların son vaxtlar əsas narahatlıqlarından biri də manatın dollar qarşısındakı kövrəkliyidir. Soruşmaq istəyirik ki, yeni ildən etibarən dollar manat qarşısında kükrüyə, manat isə dollar qarşısında başını aşağı sala bilərmi, yəni dəyər itirə bilərmi? Burada dəqiq bir şey demək olar. Manat heç vaxt bahalaşmayacaq. Bax, bunu dəqiq demək olar. Yəni, manat heç vaxt möhkəmlənməyəcək. Bunu dəqiq söyləmək mümkündür. Amma dollara nisbətində nə vaxt baş verəcək, bu da yenə Mərkəzi Bankla hökumətin verəcəyi birgə qərardan asılıdır. Çünki burada bizdə tənzimlənən məzənnə rejimidir.
Bizdə bazar iqtisadiyyatında üzən məzənnə rejimində bizim manat çalışmadı, işləmədi. Biz 16-cı, 17-ci illərdə buna cəhdlər oldu. O vaxtki Mərkəzi Bankın rəhbəri bununla bağlı açıqlamalar verdi. Sonra 18-ci ildə yenidən tənzimləmə siyasətinə geri döndülər. Çünki ölkədə üzən məzənnə rejiminə keçmək üçün infrastruktur hələ hazır deyil, qurulmayıb. Ona görə də bunun da qərarı inzibati olduğuna görə hər zaman verilə bilər. Amma mən düşünürəm ki, gələn il biraz gözləmə mövqeyində olacaq Mərkəzi Bank və hökumət. Çünki neftin qiyməti nə qədər də çox ucuzlaşsa da biraz gözləmə mövqeyində olacaq ki, hələlik ehtiyatlar var. Neft fondunun vəsaiti var, Mərkəzi Bankın 12 milyarda yaxın ehtiyatı var. Hələlik yəni bu vəziyyətdən çıxmaq mümkündür. İlin sonuna qədər bir vəziyyətə baxacaqlar. Əgər 26-cı ildə görsələr ki, doğrudan da tendensiya dolların, daha doğrusu neftin daha çox ucuzlaşması və ölkəyə gələn valyutanın daha çox azalmasına doğru gedirsə, ola bilər ki, 27-ci ildə artıq bununla bağlı hansısa bir qərar versinlər. Natiq bəy, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Sağ olun. Buyurun.